Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni və inayəti ilə bu gün də bir şəri məsələ oxuyub siz əzizlərin nəzərinə çatdırarıq. Məsələmizin mövzusu yenə də məhrəmiyyətdir. Keçən söhbətlərdə, axır bir neçə söhbətdə bəzi şəxslər ki, bir-birlərinə müsahirə səbəbi ilə məhrəm olurlar. Müsahirəni də izah etmişdik ki, bir əlaqədir. Ər və arvad tərəfin bir-birləri ilə əlaqəsidir və bu əlaqədə onların bir-birlərinə əbədi məhrəm, haram olmağına səbəb olur. Onlardan bir neçəsini oxumuşduq. Bu gün də həmin əlaqələrdən biri barədə oxuyarıq. Sualımız bundan ibarətdir. Yəni, mövzumuzun, məsələmizin sualı bundan ibarətdir ki, görək, bir kişi bir xanımla izdivac etdi. İzdivac edərkən bu xanımın bir qızı olarsa, yəni, belə deyək ki, bu xanım dul bir xanımdır və əvvəlki yoldaşından bir, deyək ki, qızı var. Bu kişi gedib həmin o xanımı, ananı alır, izdivac eləyir. Həmin o xanımın da qızı var. Bu qız bu kişiyə məhrəm olur, yoxsa olmur? Yəni, kişi bir xanımı alır, o xanımın da qızı var. O qız bu kişiyə məhrəm olur, yəni ərə məhrəm olur, yoxsa olmur? Bu gün bunun hökmünü inşallah oxuyarıq. Demək, məsələni oxuyaram Ayətullah Seyyid Əl-Sistani'nin Minhacus Salihin adlı risaləsindən 3-cü cild, məsələ 158. Görək, bu barədə Seyyid nə buyurur? Bismillah buyurur ki, Təhrumu aləz-zovc, ərə məhrəm olur, haram olur, bintu zovcətihi, öz zovcəsinin qızı. Yəni, bunu eşidən bəzən fikirləşər ki, necə öz zovcəsinin qızı? Yəni, özünün övladı deyil, yoldaşının, aldığı xanımın qızıdır. Yəni, qızı var idi, bu da onu alıb da izdivac eləyibdir. Bu ona məhrəm olacaq. İndi görən burada fərq var. Bu kişi bu xanımla yaxınlıq etsin. Əvvəlki məsələlərdə hamısında qeyd eləmişdi ki, yaxınlığın fərqi yoxdur. Yaxınlıq etdi, etmədi, elə kəbin oxundu, ər-arvad oldular, məhrəmiyyət yaranırdı. Görən burada da məhrəmiyyət elə kəbinlə yaranır, yoxsa yox? Seyyid buyurur ki, o zovcənin qızı məhrəm olur o kişiyə ki, əl-mədxulu biha olsun. Mədxulu biha, yəni yaxınlıq edilmiş xanım. Yəni, o ər o xanımla yaxınlıq etdikdən sonra o qız bu kişiyə olacaq məhrəm. Yaxınlıq etdikdən sonra. Yaxınlıq etməsə, fəqət kəbin oxunsa, burada heç bir məhrəmiyyət yaranmır. Gərək yaxınlıq etsin, yaxınlıq etdikdən sonra o qız olacaq ona məhrəm. Və in nəzələt, və bu qızlar nə qədər aşağıya doğru getsə, yaxud yuxarıya doğru qalxsa, bu terminlər ki, işlənir. Bunun mənası budur ki, yəni övladları adətən deyirlər aşağıya doğru getsə. Yəni övlad, övladın övladı, onun övladı, yəni bu mənadadır. Yuxarı getsə, yəni məsələn ananın anası, o ananın anası, nənə və s. Yəni yuxarı bu cür. Məsələn atanın atası, atanın babası, babanın atası, babası bu cür. Aşağı getməkdə izah elədik ki, məsələn burada buyurur ki, nə qədər aşağı getsə, ona yenə də məhrəm olacaq. Kişi bir xanımı alır, onun da qızı var. Buyurur ki, bunların arasında, ər-arvadın arasında yaxınlıq olduqdan sonra bu qız olacaq o kişiyə ərə məhrəm və o qızın qızı da məhrəm olacaq, onun qızının qızı da məhrəm olacaq, ha belə. Yəni aşağı getsə bu qədər. Bunun mənası budur. Min bintin kanət av min ibnin, fərqi yoxdur. O qızın, yəni kişinin yoldaşının, arvadının qızının qızı, oğlunun qızı olsun, qızının qızı olsun, fərq eləməz. Axır qızlar, o qızın öz qızı, nəvə qızları, qız nəvələri hamısı bu kişiyə olacaq məhrəm. Bu şərtlə ki, bu kişi ilə arvadın arasında yaxınlıq olmuş olsun. Yaxınlıq olmasa, məhrəmiyyət, yəni əbədi məhrəmiyyət sabit olmur. Güman edirəm də
Edirəm ki, bu sualımızın da cavabı məlum oldu. Bildik ki, bir kişi bir xanımı alsa, o xanımın da qızı olsa, o qız bu kişiyə məhrəm olur ya olmur? Güman edirəm bu məsələdən bunun hökmü bizə məlum oldu. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.